Keyfiyyət dəyişikliklərini nəzərə almaq üçün aparılır. Monitorinqlədir. Bunlar aparır milli qiymətləndirmə. Milli qiymətləndirmədir, doğrudur. Yaxşı, məktəb daxili qiymətləndirmənin hansı növləri var? Məktəb daxili qiymətləndirmədir. Diaqnostik, formativ, summativ. Şagird üçün risk tələb etməyən ilkin qiymət doğrudur. Dərs boyu aparılır. Müəllim şagirdə Formativ. doğrudur. Bir də nailiyyət səviyyəsin. Summativlərdir. İndi sizə bir də söz deyim, müsahibə mərhələsində, indi burada mən sual verirəm, tam bitirməmiş cavab verirsiniz, amma orada elə eləmirsiniz. Gözləyirsiniz, çünki o zaman düşünərlər ki, bu müəllim səbirsizdir. Elə düşünərlər. Mütləq sualı sona qədər dinləyirsiniz, daha sonra cavab verirsiniz. İndi bundan belə də bəli. Mən sizə əziyyət vermək istəmədim. Oradakı komissiya üzrə əziyyət verəcəm. Sualı dinləyəcəm. Yaxşı müəllimə. Yəni unutmayın da bunu. Bilirəm, insan biləndə cavab vermək istəyir, amma düşünməsinlər ki, bu müəllim səbirsizdir. Mən düşünmürəm, çünki mən sizləri tanıyıram, amma onlar sizi tanımır axı. Oldu məndən. Yaxşı. Sonra bizə desin. Deməli, şagirdin burada güclü və zəif tərəflərini üzə çıxarmaqda müəllimə kömək edir. Müəllim növbəti dərsi planlaşdırmaqda bu qiymətləndirmədən istifadə edir. Şagird diaqnostik qiymətləndirmədir, doğrudur. Bahar müəllimə. Bəli. Şagirdin nailiyyət səviyyəsini müəyyənləşdirir, təlim məqsədini aydınlaşdırır. Qiymətləndirməni deyirsiniz, hansıdır? Bəli, hansı məktəb daxili qiymətləndirmə növüdür? Summativdir məncə. Summativ qiymətləndirmədir, doğrudur. Yaxşı. Elşad müəllim. Bəli. Qiymətləndirmənin hansı növləri var? Milli qiymətləndirmə, beynəlxalq qiymətləndirmə, bu yekun qiymətləndirmə, məktəb daxili qiymətləndirmə. Doğrudur, məktəb daxili qiymətləndirmə. Məktəb daxili qiymətləndirmənin özünün neçə növü var? Diaqnostik, formativ, summativ. Summativ qiymətləndirmənin özünün neçə növü var? Böyük summativ, kiçik summativ. Doğrudur.